Əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayıb, kitab haqqında fikirlərini bölüşərək bildirib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ili kimi qeyd olunub. Bu məqsədlə ötən il elmi, mədəni, ictimai-siyasi istiqamətlərdə silsilə tədbirlər həyata keçirilib, elmi publisist nəşrlər işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu Konstitusiya, Suverenlik və Yeni Siyasi Konfigurasiya, Tarixi İrs, Müasir Çağırışlar, Gələcəyə Baxış adlı kitabını bu tədbirlərin elmi yekunu kimi dəyərləndirmək olar. Kitabda Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan Prezident cənab İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsinə konseptual, elmi və tarixi şərh verilib. Müəllifin uzun müddətli araşdırmalarının nəticəsi kimi ərsəyə gələn nəşr həm elmi tədqiqatçılar üçün fundamental baza, həm də tələbələr üçün dəyərli dərs vəsaiti kimi mühüm əhəmiyyətə malikdir. Giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev qeyd edib ki, Konstitusiya, Suverenlik və Yeni Siyasi Konfigurasiya, Tarixi İrs, Müasir Çağırışlar, Gələcəyə Baxış adlı kitab tarixi proseslərin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi fəaliyyət kimi qiymətləndirilə bilər. Nəşr xalqımızın milli ruhundan qaynaqlanan konstitusiya, suverenlik və siyasi sistem quruculuğu tarixindən bəhs edən mühüm elmi töhfədir. Elşad Əliyev vurğulayıb ki, kitabda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri olaraq son 30 ildən artıq dövrdə Respublikamızda həyata keçirilmiş iqtisadi, sosial, siyasi və hüquqi quruculuq proseslərinin inkişaf yolu əhatəli şəkildə təhlil olunur. Kitabın Konstitusiya və Suverenlik ilində yazıya alınması xüsusi rəmzi məna daşıyır. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş siyasi tarixində formalaşan yeni mərhələyə elmi və konseptual yanaşma təqdim edir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə çıxış edərək kitabı həm elmi, həm tarixi, həm də yeni siyasi konfigurasiya baxımından yüksək elmi tədqiqat əsəri kimi dəyərləndiriblər. Qeyd olunub ki, nəşr oxucuda Azərbaycanın siyasi tarixi, dünəni, bugünü və gələcəyi barədə yekdil fikir formalaşdırmağa imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru dosent Arzu Abdullayev müəllifi olduğu kitabın təqdimatına səslənən fikirlərə görə təşəkkür edib, nəşrin ölkə başçısı cənab İlham Əliyevin Naxçıvanlı olan yüksək diqqət və qayğısına minnətdarlığın kiçik ifadəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, kitabın məsləhətçisi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovdur. Kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov, ön sözün müəllifi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı, rəhçiləri isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmail Hacıyev və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir. 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində mühüm tarixi hadisələrlə yadda qalmışdır və bu gün təqdimatına yığışdığımız tarix üzrə fəlsəfə doktoru, dosent hörmətli Arzu Abdullayevin kitabının təqdimatında həmin Konstitusiya və Suverenlik ilinə böyük töhfə olduğunun şahidi olduq. Bu eyni zamanda insan hüquqlarının təmininə, insan hüquq azadlıqlarına verilən mühüm dəyər kimi təqdirə layiq addımdır. Mən əminəm ki, universitetimizin elmi kitabxanasında kitabla akademik heyət, tələbələr, gənclər tanış olacaqlar. Çünki doğrudan da kitabla tanış olan hər kəs bu kitabın dövlətimiz üçün, dövlətçiliyimiz üçün, Ulu Öndərin siyasi xətti üçün, cənab prezidentin tutduğu siyasi yol, siyasi mövqe üçün çox böyük dəyərli əhəmiyyət kəsb edir və mən ümidvaram ki, gələcək nəsillər bu qəbildən olan kitabların ərsəyə gəlməsi nəticəsində, belə kitabların nəşr olunması nəticəsində çox böyük siyasi biliklər, dövlətçiliyimizlə bağlı çox dəyərli biliklər əldə edəcəklər.